Ruqyatçı kimdir və ruqyə nədir? Canlı efirlərim zamanı ən çox verilən suallar bunlardır. Qısa olaraq izah etmək istəyirəm ki, ruqya Azərbaycan dilində ofsun deməkdir. Yəni, bir kəsə müəyyən sözləri, ifadələri oxumaqla onu müalicə etmək. Ruqya tək İslamda deyil, bütün dinlərdə olub və ümumiyyətlə bəşəriyyət tarixində həmişə mövcud olmuşdur. İslam peyğəmbəri gəldikdə insanlar ondan cahiliyyə dövründə, yəni İslamdan qabaq olan dövrdə məşğul olduğu fəaliyyətlərlə bağlı suallar verirdilər ki, İslamda acaba bu icazəlidirmi? Bununla məşğul olmaq olar və yaxud olmaz? Və bu suallardan biri də məhz ruqya idi və peyğəmbərimizin dövründə olan müsəlmanlar onun yanına gələrək dedilər: "Ey Allahın elçisi, biz cahiliyyə dönəmində ruqya edirdik. İndi də edə bilərikmi? Yəni İslam dini bunu qadağan edirmi?" Peyğəmbərimiz də ona və onun əhl-i-beytinə Allahın salam və salamatı olsun belə dedi: "Oxuyun görün mənə öz ruqyalarınızı. Yəni baxın görüm siz o ruqya əsnasında nə deyirsiniz? Hansı sözlərdən, hansı ifadələrdən istifadə edirsiniz?" Və dalınca dedi ki, şirk olmayan ruqyada heç bir qəbahət yoxdur. Və biz baxsaq Peyğəmbərimizin sallallahu aleyhi və səlləm həyatına, necə onun həyat yoldaşı buyurur ki, Allah elçisinin evində kimsə xəstələndikdə onu ruqya ilə müalicə edərdi. Həmçinin bir gün bir qadını, onun həyat yoldaşını ruqya edərkən gördü və dedi ki, onu Allahın kəlamı ilə müalicə et. Və buradan biz götürürük ki, hazırda ruqya nə deməkdir? Ruqya Qurani Kərimdən ayətlər oxuyaraq insanı müalicə etmək deməkdir. Həmçinin Qurani Kərimdən olan ayətlərdən savayı biz Peyğəmbərimizin etdiyi duaları, həmçinin Uca Allahın gözəl adlarını çağırmaqla bir kəsi müalicə edə bilərik. Və bilmək lazımdır ki, ruqya həm icazəli, həm də icazəli olmayan ruqya mövcuddur. İcazəli olan mən sizə anlattığım, qeyd etdiyim ruqyadır. Qadağan olunan ruqya isə hər hansı bir şirk ifadələri, küfr ifadələri, cinləri yardıma çağırmaq, başqa kəsləri, ölülərə müraciət etmək və bu kimi başa düşülməyən, həmçinin anlamı bilinməyən sözlərdən istifadə olunmaqdır. Yəni, əgər kimsə sizə ruqya oxuyuram deyir və dodağın altında nəsə oxuyur, başa düşmürsünüz ki, bunu oxuyur, kimsə çağırır, nəsə edir, anlaşılmaz bir şeylər edir, bilin ki, bu qadağan olunan ruqyadır. Bu mövzuda danışmaq istədiyim qısa olaraq budur. Bu haqda daha geniş, daha ətraflı video çarxlar olacaq, daha ətraflı məlumatlar paylaşacağım. Hələlik bu qədər. Əssəlamu aleykum və rəhmətullah.